Suraxanıda növbəti ağacəkmə aksiyası. Konstitusiya və suverenlik ili çərçivəsində Suraxanı rayonunda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası aprelin 26-sında baş tutub. Aksiyada rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşları, rayon mənzil kommunal təsərrüfat birliyinin, qəsəbə inzibati ərazi dairələrinin və qəsəbə bələdiyyələrinin kollektivləri iştirak ediblər. Bülbülə qəsəbəsi 32-ci Bülbülə küçəsində təşkil olunan ağacəkmə aksiyasında 200 ədəd eldar şamı əkilərək suvarılıb və onlara agrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.